Müalicədən imtinanın acı nəticəsini görürük bugün. 69 yaşlı qadın xəstə qida borusu xərçəngi diaqnozu ilə müalicəyə gəlir. Təklif olunan kimyoterapiyadan çox yaxşı nəticə alır, amma sonraki etapda müalicəni tamamlamaq üçün şua terapiya, radioterapiyasından imtina edir. Və biz bilirik ki, müəyyən şişlər yalnız kimya deyil, həm də ciddi radio həssasdır və yaxşı nəticə almaq üçün bunun ikisi bir yerdə aparılmalıdır. Müalicədən imtina edərək yalnız öz vəziyyətinizi çətinləşdirirsiniz. Növbəti etapda isə həkimlərin işini çətinləşdirirsiniz. Sizə verəcəyi yeni müalicədə daha böyük problem yaradırsınız. Ona görə bu xanıma da deyirəm, bizi dinləyən xəstələrimizə də müraciət edirəm. Həkim sizə bir müalicə tövsiyə edirsə, hər hansı bir təklifi varsa, müalicənin başa çatması üçün ona şərait yaradın. Bütün qaydalar, qanunlar, protokollar xəstənin daha uzun yaşaması üçün çalışmaqdır. Bu yolda bizə kömək edin. Çalışın, sağlam olun.